Nə qədər insanlar olub ki, belə deyə mənəm deyiblər, özlərin ən böyük biliblər, amma axırları nə olub? Axırları yenə qisməti olubsa torpaq olub. Yəni bu dünyada qala bilməyib. O məşhur bir söz var, edir, dünyalara sığmayan Nəmrudu balaca bir milçək aciz saxladı, aciz elədi. Bir dənə balaca milçəyin əlində qaldı. O Firon ki, su onu məhv elədi. Su üçün biz nə deyirik? Su üçün biz deyirik ki, su həyatdır, su həyat mənbəyidir. Amma o su gəldi Fironu məhv elədi, sonuna çıxartdı. Baxın, çox fərqlidir. Allah Teala bir iş görür. Su ilə bir iş görür. Su Həzrəti Musa əleyhissalamı xilas edir uşaqlıqda. Xilas edir. Həmin su gəlir Allaha qarşı çıxanı məhv edir. Su ki Musa əleyhissalamı yol açdı, Musa əleyhissalama tabi oldu, yol açdı Allahın izni ilə. Amma Fironu qərq elədi.